Salam əleykum Tullah. Qardaş sual edir ki, bir sualım var. Kafirlər murdardır ayəsinin təfsiri necədir? Elə kafir var ki, gün ərzində 2 dəfə yuyunur. Bunun izahını verərdilər zəhmət olmasa. İnnəməl müşrikunə nəcəsun. Həqiqətən də müşriklər nəcisdir ayəsi. Orada bəzi alimlər deyir ki, burada onların bütlə, bütə ibadət eləməkləri, Allaha şərik qoşmaqları, yəni nəcasət burada mənəvidir. Yəni daxili nəzasət, mənəvi nəzasətdir ki, yəni murdar əməldir. Elədikləri murdardır. Yəni Allahdan başqasına ibadət edirlər, səcdə edirlər, yalvarırlar, yaxarırlar, ondan istəyirlər. Bu baxımdan murdarçılıqdır. Bəzi alimlər deyir ki, burada həm mənəvi murdarçılıq, həm də zahiri murdarçılığı götürür. Ona görə ki, onlar donuz əti yeyirlər, leş əti yeyirlər, içki içirlər və s. Nə murdar, haram şeylər varsa, hamısını edirlər. Məsələn, it əti yeyirlər, pişik əti yeyirlər, donuz əti yeyirlər. Yəni, bunlar hamısı murdar olduğu üçün onların da əlləri murdarçılığa batır və bu baxımdan da bunlar murdar sayılır. Yəni, hətta buna dəlil nədir ki, deməli, Ayşə radiyallahu anhənin anası, deməli, iman gətirmir və Allah Rasul Mədinəyə hicrət etdikdən sonra Ayşənin anası ziyarətə gəlir qızını və gəlib qızın otağında yatağın üstündə oturan zaman Ayşə onu duruzur, deyir ki, dur sən murdarsan, yəni və Peyğəmbər sallallahu əleyhi və səlləm bunu eşidir və deyir ki, sənə nə mane olur ki, yəni ananla mülayim yumşaq danışasan. Yəni burada alimlər deyir ki, Ayşə radiyallahu anhə burada başa düşür ki, yəni burada nəcəs həm də zahiri nəcisdir, nəcasətdir, murdarçılıqdır. Ona görə istəmir ki, o Peyğəmbər sallallahu əleyhi və səlləm yerində otursun ki, orada nəcasət toxunmasın. Ancaq Peyğəmbər sallallahu əleyhi və səlləm ona deməsi ki, sənə nə mane olur ki, ananla yəni mülayim davransan, bu onu göstərir ki, yəni burada nəcasət, yəni murdarçılıq toxunulan deyil. Toxunulan deyil, yəni mənəvidir. Allaha şərik qoşmaqları, bütə ibadət eləməklərdir. Yəni hər bir halda hər ikisi deməli təfsirdə mənalar var. Yəni bəli, elə müşrik ola bilər ki, yəni qardaş deyən kimi gündə 2 dəfə, 3 dəfə yuyunsun və ya da ki, elə müşrik ola bilər ki, ümumiyyətlə donuz yeməsin ki, murdarçılıqdır, leş əti yeməsin, qarğa yeməsin, it əti, pişik əti yeməsin ki, hara, nə bilim, murdarçılıqdır və s. Amma yenə də onun nəzasəti mənəvi qalır ki, Allah şərik qoşmağı. Yəni belə də hər ikisi, bir adam ikisi də tətbiq oluna bilər. Yəni elə müşrik ola bilər ki, hər ikisi ona tətbiq olunsun, elə müşrik ola bilər ki, o ikisindən biri ona tətbiq olunsun.